Qarşıda əbədiyyət var. Əbədiyyət. Əbədiyyətə yönələndə adam, axirətə yönələndə adam, baxırsan, görürsən ki, o əbədiyyət qabağında heç nə yoxdur aparasan. Sən bir əbədi müddət buradan apardığın şeylərlə yaşamalısan, dolanmalısan. Yəni, sən əbədiyyətin yol ehtiyatını 70 ildə götürməlisən. Əleyhissalam belə deyir. Məsələn, adam bir həftəlik bir yerə gedir, bir 10 günlük bir məsələn, çanta götürür, oraya lazım olan şey. Nə qədər uzun müddətdirsə, tutaq ki, məsələn, lazım olanda bəzən ərzaq da aparır, pul da aparır, ona uyğun. Əbədiyyət səfəridir qarşıda. Sənə fürsət verilib ki, o əbədiyyət səfərinin bütün hazırlığını burada eləyəsən. Hə? Bunu necə eləmək olar? Bu mümkün deyil axı. 60-70 ilə sən neyinləyə bilərsən ki, sən əbədi var olasan? Yolu bir söz nədir? Yolu budur ki, etiraf eləyəsən ki, mən yol ehtiyatı götürməyə acizəm, heç nəyim yoxdur mənim. Mən 70 il yaşayım, nə ilə əbədiyyətimi təmin eləyəcəm? Bax, bu hissəndə yaranan kimi, onda Allah səni ağuşuna alır, deyir, eyb yoxdur. Mən səni təmin eləyəcəm. Sən deyən, mən gətirə bilmədim, kərim şəxsə qonaq gəlmişəm. Mən heç nə, bir ömür yaşadım, heç nə gətirə bilmədim. Əbədiyyəti görəndə, görsən ki, ancaq Allah, əbədi Allah sənə qarşılaya bilər onu. Ona görə, min qilləti zad və tuğli təriq, Əlinin istiğfarı belədir. Əlinin istiğfarı belədir ki, bunu çox danışmışam. Sizə Muaviyəni ağladan istiğfardır. Muaviyəni ağlatdı, bax Əlinin bu halı. Əlinin bir sahabəsi bunu danışdı Muaviyənin huzurunda. Muaviyənin öz təkidi ilə. Muaviyə ki, Əlinin düşməni idi. Dedi, mənə Əli ibn Əbu Talibdən danış. Mən bunu oxumuşam tarixdə. Danışır. Bax, bu yerinə çatanda görür ki, Muaviyə ağlayır. Bu hansı yerdə? Deyir, bir gecə gördüm ibadət mehrabında da Əli ibn Əbu Talib əlini tutub saqqalından ilan vuran adam kimi qıvrılır. Və bu sözü deyir, ağlaya-ağlaya deyir, min qilləti zad və tuğlit təriq, olsun, vay olsun halıma ki, yol uzaqdır, yol ehtiyatım yoxdur, azdır, heç nə. Əleyhissalam, Allah buna görə sevir Həzrət Əlini, buna görə sevir. Qılınc zərbələrinə, döyüşlərinə, cihadına, elminə, helminə buna görə yox. Bunlar hamısı şərtdir, amma nəticə nədir ki, Əlini Allah yanında əzz eləyib. Budur ki, bunları eləyəndən sonra doğrudan da belədir, Əli ibn Əbu Talib olasan, əbədiyyət mənzili üçün bu dünyadan apara biləcəyin bir şey yoxdur. Deyir, yaxşılıq elə axırda denən ki, o yola ki, uzun yoldur, ora aparacaq heç nəyim yoxdur. Allah deyir, yaxşı, gətirdiklərimi qoy qırağa, mən özüm əlindən tutum aparım. Mənim ki, gücüm çatar. Mən səni təmin eləyim əbədiyyət neymətləri ilə. Ona görə əbədi axirətə insan yönələndə, cənnətə yönələndə, cəhənnəmə yönələndə, axirətin hesab kitabına, qiyamət özü bilirsiniz nə boyda müddətdir, qiyamət özü bir həyat mərhələsidir. Biz elə sorğu-sualını yox, ölüm, bərzəx, qiyamət özü dünya kimi bir mərhələdir. Qiyamətin özü hələ nə qədər müddət dünyadan çoxdur, nə qədər davam eləyir qiyamət özü. Qiyamətdə biz yaşayırıq. Qiyamətdə yaşayırıq, qiyamətə Allah vəsf eləyir. Ondan sonra cənnət, o qədər əbədi bir aləmə insan diqqət eləyəndə, onda kiçilir istər-istəməz. Övliyalar vacib deyilə günah eləsin. Cəhənnəm adında nəsə var, onları həyəcanlandırır. Sadə misal deyim, biz filmə baxırıq, birini vururlar, öldürürlər, qaçır ora-bura. Bizə heç nə olmur ki, oturub baxırıq. Amma o filmə baxırıq ki, o iştirakçıların halını başlayırıq yaşamağa, həyəcanlanmağa. Övliyalara lazım deyil günah eləsin, cəhənnəmə geçsin. Eşidəndə ki, Allah Quranda deyir ki, kimsə yanacaq, həyəcanlanır, deyir, sənə pənah aparıram, üzr istəyirəm. Axı, sən niyə üzr istəyirsən? O haldan üzr istəyir, o vəziyyətdən üzr istəyir, vəziyyətə görə üzrxahlıq eləyir. Çox uzun müddətdir qiyamət. Və keçən dəfə də deyəsən bu hədisi dedim, ey Davud, siddiqləri, yaxşıları qorxud. Dedi ki, pisi qorxudarlar da, yaxşının nəyini qorxudun? Da yaxşı yaxşıdır da, yaxşını necə qorxudun?
Allah cavab verdi ki, yaxşıları qorxud ki, ədalətimlə hesaba çəksən, bir nəfər cənnətə getməz. Peyğəmbərdən soruşdular, hətta siz də buyurdu, bəli, mən də. Neyəsən bu rəhmətin qarşılığında? Kim qarşılıq verə bilər ümumiyyətlə? Ağıllı insanlar, hədis var da, əqəlun nas ənzəruhum fil əvaqib. Ən ağıllılar aqibəti görənlərdir. Uzaq görən adam deyirsən, biri burnunun ucunu görür, deyirlər ki, dayaz adamdır. Biri 5 gün sonranı görür, biri 10 gün, biri 10 il, biri məsələn 50 il sonranı görür, deyirsən, uzaq görən adamdır. Buyurur, ən uzaq görən adam axirəti, son mənzili görən adamdır. Ən ağıllı adam odur. Ağıl tələb eləyir ki, insan mənəviyyatda olsun. Ağılla mənəviyyat ayrı-ayrı şeylər deyil. Biri gəldi Muaviyyəni tərifləmədi. İmam Sadiq Aleyhisselam dedi ki, Muaviyyə ağıllı adam idi, tərifləmədi. Düşmən bilirdi onu. Amma dedi, ağıllı adamdır. Muaviyyə dedi ki, ağıllı adam da axirətini dünyasına satar. Muaviyyədə olan hiləkərli idi, zirəkli idi, amma ağıl deməyin ona. Ağıllı adam ola bilməz. Bir adam görürsən ki, bir peyğəmbər üçün də belə oxşar hadisə olub. Gəlib deyib ki, bir kafir üçün deyib bir nəfər ki, ağıllı adamdır. Peyğəmbər deyib, bəh. Yəni, bəh, bəzən, bu mənadadır. Etiraz mənasında. Yəni, görsən, nə danışsın? Deyir, ya Resulallah, demədim, yaxşı adamdır. Deyirəm, ağıllı adamdır. Peyğəmbər buyurdu ki, bir adam ağıllıdırsa yolunu düz tutar. Yaxşılıq bərabərdir ağıllı olmağa. Adam elə ağıllıdırsa yaxşı adamdır. Elə ağıllı olsa adam yaxşı adam olar. Sözümü bitirirəm. Allah ağlı yaradıb. Bəli. Allaha ağıllı demək də səhv olar. Ağlı yaradan Allahdır. Allahın kitabına bax, görün axirəti nə qədər şişirdir. Deyim, mühüm oradır. Niyə bu qədər? Quran bir mənada axirətnamədir. Axirəti təqdim edir. Axirət böyüdür, önəmlidir, mühümdür. Və mən sizə bir söz deyim, axirəti düşünən adamlar dünyada gözəl idarəçilik qabiliyyəti olan adamlar olur. Dünyada düz qərar verir. Çünki adam nə qədər uzaq görən olsa bir o qədər qərarları düz olar. Adam axirəti görsə dünya işlərində də qərarları düz olar. Müasir dünyanın əsas sisteminin əsas naqisliyi bundadır ki, insanı məhdudlaşdırıb dünya ilə. Bu şeytanın işidir. Şeytan dünyanı böyüdür. Müasir dövrdə dünyaya hakim olan sistemdə bu işi görür, böyüdür. Ani qərarlar, ani nəticələr verə bilir. Amma uzaq müddətli perspektivdə dünyapərəst adamların qurduğu idarəçilik sisteminin qlobal anlamda nə qədər aciz olduğunu görəcəksiniz ki, mən bir neçə il bundan qabaq deyirdim, bugün bu vəziyyət onu göstərir, get-gedə də göstərəcək. Bir gün gələcək, deyəcək, bunlar nə qədər ağılsız adam imiş. Çünki müasir dünyanın mədəniyyətində axirət yoxdur. Axirət olmadan insan ağıllı ola bilməz. İnsan işlək, funksional sistem formalaşdıra bilməz. Sistemin funksionallığı anidir, müvəqqətidir. Bir gün gələcək ki, axirətsiz dünyanı idarə eləməyin mümkünsüz olduğu anlaşılacaq, başa düşüləcək. Bu pandemiyanın ən müsbət cəhətlərindən biri budur. Hər bir bəlada bir müsbət tərəf var. Qalıbsan ondan necə bəhrələnirsən. Bütün çılpaqlığı ilə get-gedə bu idarəçilik sisteminin yetərsiz olduğu üzə çıxacaq. Və çıxmaqdadır. Bunun istiğfarla əlaqəsi budur ki, ağıllı adam özünü əli boş görür. Ağıllı adam sonu görür deyə, orayla müqayisədə özünü əli boş görür.